neçə gün qabaq bilirsiniz Fidosporun yine bir taza bir qailəsi vardı. 360 hamın silsilə şəst bərnaməsində. Mən özüm müvafiq deyirəm ki, Ayzunuzu gedək. Bu şəraitdə hala bizim timin şəraiti həssasdır. Hala hər surət istəmişlər və getmişlər bu bərnamənin studiosunu və özü bilirsiniz bir dənə kanaldır bizə ta YouTube'da bərqərar olur və canlı şəkildə yayılır və hala bunun jurnalisti bir və dəramətinə aid hətmən hədəfləri olacaqdır ki, Fidospor səhili həvaşi ilə cəmdə alınan bir dənə izafı viewer və follower və subscribe də almış olsa bir qolu dəramədim və öz kanalının qalxıza və hətmən ki bu hədəflə bu müsahibə də apardı. Hala çoxlu məsələlər mətrəh oldu bu videoda. İstəmirəm çox uzun ola bu videomuz və xülasə ərz edeyim xidmətçi 3 dənə nöqtə ki var idi. Əvvəl çəməni bərrəsi elədilər və mütəəssifanə o da ki bilirsiniz yadigarın çəməni əslən vəziyyəti xoş deyil və müşəxəs müqəssir kimdir. Və hey qərar qoyurlar, hey vədə verirlər ki düzələcəkdir və o da ki müstəhsər ediz şortənin oyununda Ərağın müəllinəsinin qabağında vaqəən çəmənin vəziyyəti çox iftizahdır. Heç kəs razı deyil. Bir də o məsələ bərrəs oldu ki, hala fikirəm qanun konunda cavab alınmadı və ayəndəyə mövkil oldu və heç kəs də boynunu almır bu şərait. İkinci məsələ ki vardı, Alvezin qəziyyəsi də orada açıldı və odur ki taza boğdular, qəziyyənin yenə açılır və bu hərvəndən hey bu gizli yanları bizə bəlli olur. Əvvələn bu ki bir dənə filmi Ayzunuz quşsundan görsətdi ki, o filmi deyəsən görməmişdi, əkslər paylaşılmışdı və filmi ki qərarda imzalanır, kağızlar da kamilən yazılı kağızdır, çünki iddia olmuşdu ki, ağ kağızdır. Və orada görüldü ki, bir yazı bir mətni vardı və Ayzunuz da iddia elədi ki, orada qərarda adı ki, Alvez imzalır və o mədrək ki yollayıblar FIFA və şikayət olunubdur. Hala bir dənə ki burada bir qəziyyə var ki və mənim özümə də mübhəmdir və buradan mətrəh olmamışdı. O da bu ki Ayzunuzu elan elədi ki biz $600.000 qərarda Alvez eləmişdik $400.000. Burada bir dənə sual ki var və orada da elə mətrəh oldu və mən də istisnaən müvafiqəm Fidosporla. Bu ki mənim olan oyunçu ki təsirgüzardır. Blue Alves bizim timdə təsirgüzarlığı vardı və bir dənə etkili möhrə idi. Hətta onun sinni də çox olsa, yox baxın indi Beyram məndə sinni də çox alır. Şucanın da sinni çoxdur. Burada bir tənaquz var. Heç vaxt Şucanın mən fikirlərim barıncı kapitandır və təsirgüzardır. Deyəmək gələn fəsl Şuca sənin üçün sinni 30 nə bilim 6 olur, 7 olur, 8 olur. Gələk sənin 100.000, 200.000, 300.000, 5 milyard, 10 milyard qərardadını azalaq. Heç kəs qəbul eləməz. Burada bir daha mübhəm nöqtə var və demək olar şayət bu qəziyyə idi ki, narahat eləmişdi Alvezi və iş saat gəlib çatdı bura ki, Alvez gedə bizim rəqibimizə. Və hətta əgər məsələ budur ki, Sipahan özünü də qəbul eləməsə, onların siyasətlərində vardı. Və hətta əgər bu ki, bizi zəifləndiribdir və bayın ki, biz hələ biz 11-10 həftəyə yaxın ligdən keçibdir, Asiya oyunlar var filan. Biz həmçinin az bunu xəta eləyirik, bəzi oyunlarda onun həftmən kəmbudunu ehsas edirik və həqiqətən biz bu danılmaz bir dənə zərbə yemişik bu hərəkətdən. Burada mən yenə də qəzavət tapşırıram əziz şaxtçılara ki, bu söz nədir söz ola bilər ki, bir dənə oyuncu biz gələk qərardadını azaldaq. Burada mənə sual oldu və mən qani olmadım bu tövziyatdan. Və axir nöqtə 2 vardı və fikirəm hamı da buna müstəhsərdir, çoxlu paylaşdılar, peyclər qoydular filan. Bu məsələyi pərçəm aşmağı şair Fidospor və bəzi bir şantajlar yaptı, evdə tamamlar vurdu. Mən fikirəm Ayzunuzu bir də difayət elədi və kafi dəyərdi. Məsələn, şahid orada şair eləyənmirdi. Bəli, mən rahat burada ərz edeyim xidmətçisə ki. Baxın, bir Fidospor deyir ki, Azərbaycan, Türkiyə bayrağı niyə açılır məsələn, stadion səhəndidir. Bunu əvvələn ərz edeyim, bizim həm Türkiyədə, həm Azərbaycanda böyük sayda tərəfdarları olur. Hətta məxsusən keçən fəsil bizim üçün çox qəvi, parlaq bir oyunlar oynadı. Türkiyədən neçə nəfərlər
qonağımız vardı. İki tərəfdar da dedi ya biz tiyaktro. Əvvəl timimiz məsələn misalən Fenerbahçe'dir ya Beşiktaş'dır və ikinci timdə ki sevirik Türkdür və onun xalçı gəlmişlər oradan məsələn Türkiyədən durub gəlmişlər Təbrizin mövzuqanına və öz eşqlərini, öz sevgilərini istədilər göstərdilər. O mənim nəzərimə heç iradı yoxdur ki, Alman Bəlçika gələ öz məmləkətin bayrağını orada taxı əyninə göstərdi. Və hətta bu dünyada da mərsumdur. Baxsınız keçən illərmə hətta oyunçular da o işi görər, tamaşaçılar. İndi günlər məsələn bir dənə İranlı dura gedir İspaniyanın ligində və orada Bəlçika məsələn Real'ın oyununda İran bayrağını heç kəs bir söz deməz. Və bu həssasiyyət burada yaranıbdır və bu iki bizə çox zoom olunur. Burada indi bir film mən açıram. Bu 3-4 Mavriddir ki, Tehranda və o birisi vərzişgahlarda ayrı bayraqlar atır və heç qunayı videosu bir ikindi bu məsələn bu cür deyirlər qeyrət damarını şişirdibdi. O zaman həmin 90 bərnaməsi bərqərardır. Tribunun əlində vardı, böyük probiyasda vardı videosu. İncə də gedə bir daha sığına bir daha YouTube kanalına. O zaman heç səsi də çıxmırdı 90 dəhələrində bu işlər ittifaq çökdü. Ki bir nümunəsi bu pərçəm artıq yəni cəli bir dənə pərçəmdir ki Tehranda açıldı. Bər demək olar Benoy ləcbazı ki Qarabağın üstündə vardı və özünüz bilirsiniz ki bir dənə işğal olunmuş bir qəziyə iddia istəmirəm çox qəziyə açam hamımızın itirazı var. Hala bunlar onun ləcbazlığında və inadında artıq ki Ermənistan iddia edir oranın adıdır onu açıblar. Heç qunə səs çıxmayıb heç kəsdən. Ya bu iki nümunə ki burası Ermənistan pərçəmi kəsin rəbti də yoxdur. Bünyəmi heç qunə erməni bir oyunçuyu görmədik İstiqlalda bu bayrağı açılıb İstiqlalın oyununda. Bunlardan heç vaxt mənim yadımda gəlmir. Məsələn, Bərnamin evet daif ediyoruz. Bunu işarəli və təqbih eləyə. Bəli, o bərnamədə deyir ki, mən təqbih eləmişəm və yalan danışır. Heç qunə biz tarixdə görməmişik və əslən yadımıza gəlmir ki, gələ Afid Oğuz bu öz bərnaməsində bu nəqd eləyə, bunlar danlaya və bu cipi ki və o dediyim kimi şantaj ki yapır öz indiki kimi və qabaqçı kimi onda bu əksül əməl və reaksiyon heç vaxt əncam tapılmayıb bərnamələrində. استادیوم آزادی یا همین یه ماه پیش تو شیراز که تایید میکنی یا نمیکنی؟ نه شعار اگه شعار سیاسی داده بشه نه ولی من میگم آقا اصلا پس چرا پیش پردازش نمیکنی؟ چرا یه فیلم از استادیوم آزادی نشون نمیدی؟ چرا یه فیلم از چه ربطی داره؟ آقا bunu arz edeyim xidmətinizə ki bir də məsələn Aydın uzun qəşəng işarələrdir. O birisi vərzişgahlarda həman elə bugünkü gündə ayrı bir şüarlar və siyasi çox tünc şüarlardır və heç qunə işarə olunmur, örtbas olur. Bu cür deyim, bizim narahatçılığımız buna xatirdir ki, bizim Gürcüstlərin bir dənə məsələyə Təbrizdə ittifaq düşür, bolda olur bu. Çox böyük demək olar feedback olur, çox böyük titrlər yazılır, əleyhimizə böyük cibhə atılır. Və bir cür ilk qələmdə dolur ki, böyük bir dənə ittifaq düşübdür. Dərhali ki, Tehranda çox ondan böyük və Tehran və əmsalı Tehran. İttifaqlar düşür, şüarlar verilir. Ki, nümunəsini dərz elədim. Ermənistan kəsin rəbti yoxdur bir oyunu ki, İstiqlal ya məsələn Damaşı Gilanın da oyununda bir seri Gilanda rəşdi də açılmışdı. Məsələn, Rusiyanın pərçəmi açılır. Bunlar məsələn bir də məsələdir ki, olubdur və heç qunə feedback və reaksiya yoxdur. Və mən öz növbəmdə istədim bu tela verəm və arz edeyim xidmətçiyə ki, cavabımı verəm Afid olsun ki, şairli biz nə bilim gərək təqbih eləyək. Bəli, əgər qərar bunadır ki, demək olar ki, danlayaq birin gileylik eləyək və birin əleyhinə cibhə tutaq. Bəs onda ki, Tehrandakı əvvəl ittifaqlar düşübdür. Orada da səssiz çıxıydı, orada da təht Afid olsun burada Məzdiş Mirzəğayı ki, bu nə durub ki, İngilistana həman adam da elə cibhəsi vardı. Həmçinin bizim bir dənə ittifaqı düşər ki, məsələn, axir ittifaqda ki, mən bərnamələrində gördüm, məsələn, Şucaq Xəlizadə bir dənə yəni Sumurun gəlmiş təlimində. Orada bir söhbət eləyib, bu manı böyük, timin böyük, hala mən nə təhid edirəm, nə təqsib. Ona bir dənə böyük bərnamə cürürlə qarşına şəti ilə əleyhinə cibhə tutuldu. Fəqət baxardı bu ki, Şucaq
bizim timin kapitanıdır və əleyhinə danışdıqsa bizim timi də xudbəxud və xudkar halətdə aparırlar haşiyə. Və mən ərz elədim, bu bərnamən ki, Ayf Dost bundan azın danışdı, çoxlu nöqtələr ola bilərdi və mən fikir edirəm bəzi yerlərdə uzun eləyə bilərdi, yaxud tərəf bizdən difa eləyə və bir daha məsələ ki vardı, biləxərə bilirik, Fidosu bir daha jurnalist herifi edik. Səhər idi, sözlərə heç öyrə, heç sualdan cavab verə, bu tür tərəfəndilərlə ya sualı haşiyə aparmaqla zadla səhər idi ki, müsahibə ayrı bir yerə çatdıra və ala öz istədiyi nəticələri ala və fikir edirəm ki, bəzən də müvəffəq oldu və bəzən də naməvfəq xoşbəxtانه və eləyəmədi ki, hədəfinə çata. Xülasə mətləb bu ki, bizim tim bir daha beynəlməli timdir. Heç quna müşküllər yoxdur mənim nəzərimə ki, bürünəmi. Biz qəhrəman oluruq. Bizim biləxərə necə ki, misalən indi bürünə Cristiano Ronaldo görüb Ən-Nəsrə bir daha beynəlməli timdir. Ən-Nəsrin bürünə Portuqallı oyuncusu da var və bir daha Portuqallı da eləyə bilər gələ orada. Ən-Nəsrin oyunlarına bax, öz bayrağını çaq. Və bu məsələlər həssas eləməklə məncə bir yerə çatmayacaq və hədəfdardır bu işlər mütməyindən. Və bir zaman məsələn biz Sugita bizim timdə idi, Japoni bizim oyuncumuz vardı, hala onun bayrağını çağırdıq, düzdür, bunun içində şeytanət də vardı ki, fikir eləməyə, çırıqmasan finalda Kaşimiya uduzdular, Tehran Pirosu və onun əleyhinə biz və demək olar Benoy inadına, ləcbazlığına və çəyirli qorxmaqla orada bu işi görək və bu işlər futbolda normaldır əzizlər. Bunu gətirib ayrı bir məsələyə rəbd etmək filan məncə düz ola bilməz və hədəfdardır bunların hamısı və biz bu tuzağa və bu tələlərə düşməməliyik. Çox sağ olun. Həmməşəkçi şüarımız yaşasın Azərbaycan, yaşasın traktor.